Hər vaxtınız xeyir. Gəlin bugün birbaşa rəqəmsal dünyanın lap ürəyinə səyahət edək. Kompüterlərin o sirli dilini, o gizli kodu birlikdə açaq. Hazırsınız? Elə isə başladıq. Bir anlıq fikirləşin. Telefonunuzda saxladığınız o qədər şəkil, musiqi, dostlarınıza yazdığınız mesajlar, bütün bunlar o balaca cihazın içinə necə sığışır, necə yadda qalır? Yəni, bir maşın bunları necə başa düşür? Gəlin gündəlik həyatımızın ayrılmaz hissəsi olan bu texnologiyanın pərdə arxasına boylanaq. Baxın, burada nə qədər fərqli şey var. Fotolar, mahnılar, oyunlar, mesajlar, amma bir maşın üçün bunların hamısı əslində eyni şeydir. Qəribə səslənir, elə deyilmi? Bəs bu necə ola bilər? Cavab, inanın, düşündüyünüzdən də qat-qat sadədir. Hər şey, amma hər şey sadəcə sıfırlar və birlərdən ibarətdir. Bəli, düz eşitdiniz. O möhtəşəm qrafikalı oyun da, sevdiyiniz mahnı da, kompüterin yaddaşında sadəcə sıfırların və birlərin bitib tükənməyən sırasıdır. Və bu dilin bir adı var. İkilik kod. Bu, kompüterlərin gizli dilidir. Bütün o mürəkkəb əməliyyatların, o heyrətamiz proqramların təməlində dayanan əsas budur. Bütün rəqəmsal kainatın DNT-si də demək olar. Yaxşı, sıfırlar və birlər. Amma bu necə işləyər axı? Necə olur ki, cəmi iki rəqəmlə bu qədər şey etmək olur? Bax, bunu anlamaq üçün gəlin bizim, yəni insanların və maşınların necə saydığını müqayisə edək. Çünki hər şey say sistemi deyilən bir anlayışa bağlıdır. Say sistemi nədir? Əslində çox sadədir. Elə bil ki, ədədlərin öz əlifbasıdır. Bizim necə ki, hərflərimiz var sözləri yazmaq üçün, say sistemlərinin də rəqəmləri və qaydaları var ədədləri yazmaq üçün. Rəsmi desək, ədədləri yazmaq üçün xüsusi işarələr və üsullar toplusudur. İndi gəlin iki əsas dili, bizim dilimizi və kompüterin dilini masaya qoyaq. Bizim istifadə etdiyimiz sistemə onluq sistem deyilir. Niyə onluq? Çünki saymaq üçün 10 rəqəmdən istifadə edirik. 0-dan 9-a qədər. Yəni, əsası 10-dur. Kompüterin sistemi isə ikilikdir. Burada isə vəziyyət fərqlidir. Onun cəmi 2 barmağı var, 0 və 1. Ona görə də əsası 2-dir, əlifbası da təkcə 0 və 1-dən ibarətdir. Belə çıxır ki, biz fərqli dillərdə danışırıq. Bəs onda necə anlaşırıq? Əlbəttə ki, tərcümə ilə. İndi gəlin bir növ tərcüməçi olaq və bizim onluq sistemdəki ədədləri kompüterin başa düşdüyü ikilik sistemə necə çevirdiyimizi öyrərək. Bunun çox sadə bir yolu var, sanki bir yemək resepti kimidir. Birincisi, çevirmək istədiyiniz ədədi götürün və qismətdə 1 alınana qədər dayanmadan 2-yə bölün. İkincisi, hər bölmədən sonra qalan qalığı bir kənara yazın. Və üçüncüsü, axırda aldığınız o qalıqları sondan başlayaraq əvvələ doğru düzün. Vəssalam, gəlin bir nümunəyə baxaq, görəcəksiniz nə qədər asandır. Məsələn, gəlin 13 ədədini kompüter dilinə çevirək. Hazırsınız? Başladıq. 13-ü 2-yə bölürük. Alınır 6, qalıq isə 1. Bu biri yadımızda saxlayırıq. İndi 6-nı 2-yə bölürük, alınır 3, qalıq 0. 0-ı da yazdıq. Davam edirik. 3-ü 2-yə bölürük, alınır 1, qalıq 1. Bu biri də yazdıq. Aha, qismətdə 1 aldıq, deməli dayana bilərik. İndi nə edirik? Sonuncu qismətdən, yəni 1-dən başlayıb qalıqları tərsinə oxuyuruq. 1, 1, 0, 1. Deməli bizim 13-ümüz kompüter üçün 1101 imiş. Yaxşı, biz kompüter istədiyimizi deməyi öyrəndik. Bəs o bizə cavab verəndə necə başa düşəcəyik? İndi gəlin tərcüməni əks istiqamətdə edək, yəni ikilik sistemdən onluq sistemə qaydaq. Bu proses də çox məntiqlidir. Yadınızdadır məktəbdə təklik, onluq, yüzlük mərtəbələri? Bax, bu da onun kimidir. Sadəcə burada mərtəbələr 2-nin qüvvətləri ilə artır. Hər bir 0-ın və 1-in durduğu yerə görə bir dəyəri var. Biz də sadəcə o dəyərləri hesablayıb toplayırıq. Gəlin bir nümunəyə baxaq. Məsələn, 101. Kompüter bizə 101 deyir. Görək bu nə deməkdir? Sağdan başlayaraq rəqəmləri nömrələyirik. 0, 1, 2. İndi hesablayaq. Birinci rəqəmimiz 1-dir. Mövqeyi 2. Deməli 1 vurulsun 2 üstü 2. Yəni 4. Ortadakı rəqəm 0-dır, mövqeyi 1. 0-ı nəyə vursan 0 eləyir. Sonuncu rəqəmimiz 1-dir, mövqeyi 0. Deməli 1 vurulsun 2 üstü 0. İstənilən ədədin üstü 0, 1 eləyir. Deməli bu da oldu 1. İndi toplayaq. 4, üstəgəl 0, üstəgəl 1. Cavab 5. Gördünüz, kompüterin 101-i bizim 5 imiş. Bir anlıq dayanıb düşünün. Göndərdiyimiz hər bir mesaj, baxdığımız hər bir video, bütün bu inanılmaz rəqəmsal dünya, hamısı sadəcə bu ikilik sistem və 2-nin qüvvətləri üzərində dayanır. Təməli bu qədər sadə olan bir şeyin bu qədər mürəkkəb bir dünya yaratması möhtəşəm deyilmi? Artıq əsas məntiqi tutduğunuza əminəm. Gəlin indi özümüzü yoxlayaq. Baxın bu cədvələ.
İkilik sistemin əsası 2, əlifbası isə 0 və 1-dir. Bəs sizcə, üçlük və beşlik sistemlərdə bu necə olardı? Bir anlıq düşünə bilərsiniz. Və cavablar gəlir. Əlbəttə ki, məntiq eynidir. Üçlük sistemin əsası 3-dür, deməli onun əlifbasında 3 simvol olmalıdır. 0, 1 və 2. Beşlik sistemin əsası 5-dir, deməli əlifbasında 5 simvol var. 0, 1, 2, 3 və 4. Bu qədər sadə. Qayda həmişə eynidir. Əsas neçədirsə, əlifbadakı simvolların sayı da o qədərdir və həmişə 0-dan başlayır. Beləliklə, gəlin bugünkü söhbətimizi bir cümlə ilə ümumləşdirək. Unutmayın, kompüterin içində olan hər bir informasiya istisnasız olaraq ikilik kodda saxlanır. Bütün o mürəkkəblik, bütün o rənglər, səslər, məlumatlar hamısı sonda cəmi 2 simvola, 0-a və 1-ə çevrilir. Sonda isə sizi bir sualla tək buraxmaq istəyirəm. Əgər bütün bu mürəkkəb, heyrətamiz rəqəmsal dünyamız cəmi 2 rəqəm üzərində qurulubsa, bu bizə sadə ideyaların nə qədər böyük bir gücə malik olduğunu göstərmirmi? Bəlkə də ən böyük kəşflər, ən möhtəşəm yeniliklər elə ən bəsit təməllərin üzərində yüksəlir. Nə düşünürsünüz?